İşə qəbul zamanı test və yaxud imtahan mərhələsinin keçirilməsi nə dərəcədə düzgündür? Hansı vəzifəyə seçimlə əlaqədardır? Çünki şirkətlərin missiyası, yanaşması fərqli olur. Xüsusilə də bir işçi müraciət edirsə, öncədən bəli, müəyyən hazırlıqlar keçməlidir. Bir çox həyəcanlı insan ümumiyyətlə birinci öz həyəcanı üzərində işləməlidir. Bizim şirkətə gələn əməkdaş, yəni yeni işə qəbul olan əməkdaşı mən özüm qəbul edirəm və ilk öncə onu psixoloji testdən keçirdirəm. Kiçik bir salonla başlamağa qərar aldım və ora təklif bildirdim ki, mən sizinlə işləmək istəyirəm, amma mənim heç bir təcrübəm yoxdur. Onlar mənə dedilər ki, siz təcrübəniz olmadığı üçün hələ hazır deyilsiniz. İş axtaranlar üçün ən son vakansiyalar. 1000 manat əmək haqqı ilə mühasib vakansiyası aktivdir. 500 manat əmək haqqı ilə çeşidləyici vakansiyası aktivdir. Bütün bunlar və daha maraqlısı Tapdıq zamanlının təqdimatında. İş tapdıq. MTV Azərbaycanda.